İnformasiya prosesləri hansıdır? Email saxlanma dili. DOS əməliyyat sistemi hansı şirkət tərəfindən yaradılıb? Microsoft şirkəti tərəfindən. Sürücü sürəti artırdığı informasiyası hansı informasiya prosesləri? Email. İnformasiyanı təmin edən qrupu necə adlandırılır? İnformasiya altında davranış qaydalarını söylə. Tullanmaq olmaz, yemək yemək olmaz, elektrik naqillərinə dokunmaq olmaz, su içmək olmaz, qaçmaq olmaz. Həm giriş, həm də çıxış qrupusu olan qruplar hansılardır? Kompüter, lisensiya. Mobil və stasionar kompüterlərin nədir? Nümunə göstərin. Mobil kompüterləşməlidir, amma stasionar şey yerimiz kesildi. Brauzerlər nədir? Hansı brauzerlər tanıyırsınız? Firefox, Google Chrome, Opera. İnformasiyanı email edən qrupu necə adlanır? Mərkəzi prosesor. İnformasiyanın növləri hansılardır? Mətin, qrafik, video, səslər. Rektor iclasda çıxış edir. İnformasiyası hansı informasiyası proseslərinə aiddir? Ötürülmə. Əməliyyat sistemləri hansılardır? Windows, Android, Linux. İnformasiya daimi saxlaması hansı yaddaşa daşıyır?